Aleyküm dostlar, necəsiz? Keyfiniz, əhvalınız? Bugün bir dənə sevinçli xəbərlə qarşınızdayım. Quşlarım yumurtlayıb. Bugün dostlar, bu qış yaqalıqdır. Dedim gedəcək. Getməli dostlar. Qayıtdı gəldi, daha öyrəşib. Quşlarım yeni kuş alacağım. Belki sabah aldım məktəbdən çıxanda. Quşlarıma izin taxıram. Birinci bu baladan başlayaq. Belə baladır, dişi də özü də. Quşxanaya işıq çəkdirirəm dostlar. Belə dursun. İzi çıxardım. 4 dənədir. Buna taxacam da. Yox, bunda var. Buna taxacam. Buna taxacam. Buna taxacam. Bir də deyəsən qaragözdə var idi. Dişisini taxacam. Burada dursun belə. Bu videoyu uzun görsədim dostlar. Və belə quşlar üzük taxın. Üzüm belə dostlar. Taxdım. Belə dostlar. Bir oldu. Bu biri. Çapa taxaq dostlar. Bunun da yumurtası var dostlar. Yumurta yastı. O bir dişi yumurtadır. İnşallah bu da yumurtayar. Önce de böyle oldu dostlar. Şimdi güzel. Buna takma dostlar. Önce de böyle oldu dostlar. Bir dənə üzük qaldı. Cana evdə üzük var. Cana gətirəcəm. O buraya da taxacağım. İndi gedək. Bunların yanına. Ay. Yumurta da belədir. Bir dənədir. Atası da yumurtanın. Bir dənə də buna taxaq dostlar. İşte böyle oldu dostlar. Dişiyə də üzük taxacam. Bir də 2 dənə bir tutquş alacam ona. 6-8 kuşum olacaq dostlar. Bu yumurtalarla da. İnşallah çıxsa 10 dənə quşum olacaq.
Neyse dostlar. Ciddi o biri yuvaya. Burada dostlar bir taxta vuracağım. Belə. Ve qapı olacaq. Bura bağlı olacaq. Taxtayı da çıxardım. Neyse dostlar, sağ olun, salamat qalın. Videomuz bu kadar. Kanalıma abone olmayı unutmayın.